Bədnəzərin qarşısını almaq üçün övladınız ya özünə bədnəzər olubsa, ya ehtimalınız var ki, bədnəzər var. Bunun üçün Peyğəmbərimizdən İmam Həsən və İmam Hüseyni təviz edərdi. Ən çox məşhur olan, bunu sizə tövsiyə edirəm ki, bundan istifadə edin. Onu oxuyuram, tərcüməsini də deyirəm. Bunu siz mənim səsimlə də dinləyə bilərsiniz. Təviz olunmaq üçün, qorunmaq üçün və ya paylaşacağıq. Həmən duanı özünüz də oxuya bilərsiniz, istifadə eləyə bilərsiniz. Bismillahirrahmanirrahim. U'izu bi kəlimatillahi tamməti və əsmaul husna ammətən min şərri sammətin vəl hamməti və min şərri kulli aynin li ummətin və min şərri hasidin izə həsədin. Tərcüməsi belədir əzizlər. Tam olan Allah kəlamı ilə və əsmaul hüsna, Allahın gözəl adları ilə sığınıram. Hər birisi ilə təviz edirəm, yəni qorunuram. Bədnəzərdən qurtarmaq üçün, qorunmaq üçün pənah aparıram Allaha, pənah gətirirəm. Nədən? Bütün sürünən və sürünməyən yaranmışların şərrindən və bütün hər bir ümmətin gözündən, bəd nəzərindən, pis baxışlarından, bioenerjilərindən, həsəd edənin, paxılların həsədindən, pis nəfsindən qorunmaq üçün Allaha sığınıram, oxuyuram və təviz edirəm. Bunu hər bir insan oxusa, Allah onu bəd nəzəri üstündən götürər və inşallah nəzərdən, pis nəfsdən amanda qalan. Peyğəmbərimiz Usul-i Kafidə birdən də təklif edir, dua vasitəsilə deyir, kim istəsə körpəsini, uşağını, özünü qorunmaq üçün bədnəzərdən ispanaq toxumlarını və ispanaq qurumuş yarpağından götürüb bir dənə, iki dənə yandırsın və ya bir miqdar ispanağın toxumlarını yandırsın, onun tütsüsünü özünə versin, bədnəzərdən amanda olar, bədnəzər ondan götürürlər. Və bunu sizə hədiyyə eləyirəm, bundan istifadə eləyin. Allah bütün əzizlərimizi və siz əzizləri bəd nəzərdən, pis şərlərdən, pis baxışlardan, pis nəfslərdən qorusun inşallah.